Xəylə Mətəsin izahına baxırıq. Azərbaycan 19-cu əsrdə 3-cü hissə. Xəritədə verilmiş ərazilərin 19-cu əsrin birinci yarısı tarixinə aid ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, bura Tiflis ərazisidir, burada Naxçıvandır. Həm Tiflisin, həm də Naxçıvanın 19-cu əsrin birinci yarısı tarixinə aid ümumi xüsusiyyətləri müəyyən edin. İnzibati məhkəmə islahatına əsasən Gürcü-Mertiya quberniyası. Bəli, elə bu ərazi Gürcü-Mertiya quberniyasıdır. Burada Xəzər vilayəti. Deməli, Gürcü-Mertiyanın tərkibindədir, bir düzdür. İrəvan quberniyasının tərkibində idarə edilməsi. İrəvan quberniyası 1849-cu ildə Naxçıvan düşür. Amma Tiflis İrəvan quberniyasının tərkibində deyil, 2 olmaz. Balıq və təgələri və duz mədənləri mövcud olması. Xeyr, duz mədənləri Naxçıvandaydı, yalnız Tiflisə aid deyil. Almanlara aid metallurgiya müəssisələri. Metallurgiya Gədəbəydədir, Naxçıvanda yoxdur, olmaz. Ermənilərin kütləvi şəkildə köçürdüyü ərazilərdən bəli, 1-dən 1. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda iqtisadiyyatın inkişaf xüsusiyyətlərinə aid uyğunluq gözlənilməmişdir. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda iqtisadiyyatın inkişaf xüsusiyyətlərinə aid uyğunluq gözlənilməmişdir. Ən gəlirli sahələrdən biri baramaçılıq idi, düzdür. Mühüm sahələrdən biri də pambıqçılıq idi, düzdür. Quba, Göyçə və Zaqatalada bağçılıq üzrə əsaslaşmışdı, bu da düzdür. Yerli kapitalın hakim olduğu biyan kökü istehsalat genişlənirdi. Yerli kapital yox, xarici kapitaldır. Bu sinif kitabında var, ana səhifədə yoxdur. Yəni, biyan kökündə xarici kapital üstünlüyü təşkil edirdi. Şimali Azərbaycan 1960-cı illərində keçmiş məhkəmə islahatı, bir islahatdan əvvəl, bir də islahatı nəticəsində məhkəmə orqanları üzərində nəzarət şəhər duması. Şəhər duması yaranıb 78, söhbət 60-cı islahata gedir. Demək, biri A ola bilməz. Məhkəmə hakimiyyəti icra orqanlarından ayrıdır. İslahdan əvvəl birgə idi, islahdan sonra aralandı. Deməli, birə B də ola bilməz. Ümumi imperiya qanunları əsasında məhkəmələr fəaliyyət göstərirdi, düzdür, birə C. İslahatı nəticəsində ancaq sənədli sübutlar qəbul edilirdi. Bəli, ancaq sənəd istəyirdilər. Şahid ifadələri keçərli deyildi. Xeyr, şahid ifadələr olmazdı, B ola bilməz. Məhkəmələr üzərində ümumi nəzarət Qafqaz canişinin əlində idi. Bəli, deməli, 1-ə C, 2-ə də A, C, 3 olacaq C variantı. 4-ə baxaq. Şimali Azərbaycanda 19-cu əsrin 60-70-ci illərində həyata keçirilən islahatların nəticələrinə aid yanlış variantı seçin. 60-70-ci illərdə yanlış variant. Şəhər dumalarına seçkilərdə yaşından asılı olmayaraq əmlaki olan şəhərlilər iştirak edə bilər. Elə asəf olacaq. Niyə? Çünki yaş senzi var idi. 25 yaş mütləq olmalı idi. Yəni, yaşın asılı olmaraq yox, 25 yaş və 25 yaşın yuxarı olmalı. Demir, A səhvdir. Azərbaycanlılar məhkəmələrdə vəkil ola bilərdilər. Düzdür. Kəndlilər torpağı ala bilməsələr də, onlara həmin torpaqlardan daimi istifadə hüququ verilirdi. Düzdür. Torpağını satın ala bilən sahibkarlar kəndli qolçamağa çevrilirdi. Bu da düzdür. Əhali meşədən istifadəyə görə vergi ödəməlidir. Bu da düzdür. 70-ci kəndli islahatına əsasən feodalların hüquqlarına aid doğru bəndləri müəyyən edin. Feodalların hüquqlarına aid. Feodal torpağın qiymətini razılaşma əsasında özü müəyyən edə bilərdi, bəli. Əgər qarşılıqlı razılaşma varsa, özü müəyyən edə bilərdi. Torpağı kəndliyə yalnız bütöv, xeyr, ya hissə isə də bütöv şəkildə sata bilərdi. Yalnız bütöv yox, ya hissə də bütöv şəkildə. Kəndliyə verilmiş torpağı geri ala bilməzdi, xeyr. Torpağı ala bilməyənlər üzərində şəxsi asıllıq olduğu kimi qalırdı. Ümumiyyətcə, 70-ci şəxsi asıllıq yox, tamamilə ləğv edilmişdi. Kəndliyə torpaq daimi verilsə də, yenə də torpağın sahibi sahibkarı hesab olunurdu, bəli. 1-dən 5 D variantı. Sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətli dövrünə uyğun gəlmir. Müvəqqəti mükəlləfiyyətli olub 1870-dən 1912-yə qədər. Deyək, bu dövrdə olmasın. Məhkəmə hakimlərinin canişən tərəfindən təyin edilməsi. Düzdür, 1800. Yox. Deməli, 66-cı islahatından sonra, bəli, düz, 66-cı islahatından sonra o dövrdə məhkəmə hakimlər canişən tərəfindən seçilirdi. Nuxa və Qubada məhdud səlahiyyətli şəhər özündə orqanlar 90-cı illər, düzdür. Tağıyevin neftdən əldə etdiyi kapitalın hissəsinin gəmçilik və balıqçılıq, düzdür. Bakının bilavəsi ümumi Rusiya bazarına qoşulması, deməli, bu nə vaxt olacaq? Bu 1900. Düzdür. Naxçıvanın İrəvan quberniyasının tərkibinə verilməsi 1849. Onda hələ islahat heç keçirilməmişdir. Olacaq 6-ya Y variantı. Şimali Azərbaycan 19 əsrin 60-70-ci illərində həyata keçirilmiş islahatların bir məhdud cəhətləri, bir müsbət cəhətləri. 60-70-ci illərdə məhdud cəhətlər, müsbət cəhətlər. Şəhər idarəçiliyinə seçkilərdə silki məhdudiyyətlərin qoyulması. Şəhər idarəçiliyinə seçkilərdə silki məhdudiyyətlərin qoyulması. Yox, tam silki deyildi.
Yəni 25 yaşı olsun, müəyyən qədər şəhərdə yaşayan ola bilər. Ali müsəlman silki olmasa da olardı. 2-yə baxaq. Qolçomaq təbəqəsinin müvəqqəti mükəlləfiyyətli sayılması. Xeyr. Bələdiyyə idarəsi başçısının ruhsadan təyin edilməsi. Bəli. Müsbət cəhətlərinə baxaq. Məhkəmələrdə şahid ifadələri nəzərə alınması. Məhkəmələrdə şahid ifadələri icazə yox idi. Ancaq yazılı sənəd. Sahibkarların kəndlilər üzərində siyasi hakimiyyətin ləğv edilməsi. Sahibkarların kəndlilər üzərində siyasi hakimiyyətin ləğv edilməsi. Deməli, bunu 1070-ci islahatında ümumiyyətcə kəndli şəxsi azadlıq əldə eləmişdi. Elə ona görə bunu götürə bilərik. Sahibkar kəndlisinə istifadə olunan torpağın daimi istifadə hüququ. Əgər torpağı ala bilməsə belə, şəxsi mülkiyyətinə çevirə bilməsə belə, daimi istifadə edə bilərdi. Yəni, ala bilməzlər əlinə. 2 olacaq. B ilə C. 19-cu əsrin ikinci yarısında baş vermiş kəndli çıxışlarının qarşısını almaq üçün Çar hökumətinin gördüyü tədbirlər mülkədarların həyatına və mülkiyyətinə zərər vurulması ilə bağlı cinayət işləri hərbi dairə məhkəmələri. Elə bu olacaq. Elə budur. 19-cu əsrin sonlarına aid doğru verilmiş fikirlər müəyyən edin. Bakı quberniyasında şərab istehsal edən ilk kapitalist müəssisəsinin meydana gəlməsi. Bakı quberniyasında yox, ilk dəfə Gəncə, yəni Yelizavetpol quberniyasındaydı. Bakıda yox, bir olmaz. Şuşa, Cəbrayıl, Naxçıvanda ipək emalı zavodlarının fəaliyyətə başlaması ilə olacaq, bəli, 19 əsrin sonlarındadır. İrəvanda ilk pamıq təmizləmə, İrəvanda deyil, Naxçıvanda 1882 ilk pamıq təmizləmə zavodu. Bakıda Bakı-Tiflis arasında teleqraf xətti 60-68, bu da sonlara düşmüş, ona görə olmaz. Üzümçülüyün sənaye bağçılığının əsas sahəsinə çevrilməsi, bu da 19 il, 20-ci əsrdir. Bizə lazımdır 19 əsrin sonları, ona görə 5 də olmaz. Olacaq yalnız 2. Ona baxaq, Şimali Azərbaycanın 19-cu əsrin 40-cı illəri və 70-ci illər tarixinin ümumi cəhəti. Buruq Sülülə neft quyularının qazılması. Bunu götürə bilərik də. 48-ci ildən başlayıb ilk dəfə qazma buruq. Elə o dövrdə var idi. Onu götürə bilərik. Məhkəmələrdə silki məsələlərinin olmaması 66 ancaq. Bakı və tərəf ərazilərinin Dərbənd quberniyası yaranıb 46. Yəni 70-də Dərbənd quberniyası yox idi artıq. Seçkili Vahid kənd idarəsinin mövcud olması 65-40-da yox idi. Neft mədənlərində muzlu əməkdən istifadə edilməsi xeyr. Şimali Azərbaycanda daha gec baş vermişdi. İlk mütəşəkkil tətil 95. Dövlət kəndinə icma torpağı nəsli istifadə hüququnun verilməsi 1900. Şəriət məhkəmənin səlahiyyətləri məhdudlaşdırılması, bu 40-da da götürə bilərik, 66-da da var idi. Kəndli kateqoriyasının ləğv edilməsi 46, Zaqatala dairəsi sahibkar kəndlərinin feodal asıllığından azad edilməsi 1913. Daha gec baş verdiğini dediyinə görə götürəcəyik 13-də Y variantı. 13-də yox, neçənci sualdır bu? 11-də Y variantı. Xəritədə işarələnmiş ərazinin 19-cu əsrin ikinci yarısı tarixi ilə bağlı deyil. Söhbət hardan gedir? Naxçıvandan. Kəndli islahatına əsasən torpaqların qiymətinin daha baha olması, bəli. İrəvan quberniyasının tərkibində idarə edilməsi, bəli, 19 əsrin ikinci yarısında. Məhdud səlahiyyətli şəhər idarəçiliyinin yaradılması. Məhdud səlahiyyətli şəhər idarəçiliyi olub, ilk öncə Bakıda, ardınca Şəki, Şamaxı, Lənkəran, Quba, Naxçıvanda şəhər islahatı olmayıb. Hamısına baxım, ipək emalı məsələnin yaranması, bəli, 19 əsrin sonlarında. İlk pamıq təmizləmə zavodu 1882 Naxçıvanda. Elə olacaq burada C variantı. 19-cu əsrin 40-cı illərinə aid doğru verilməyən fikri. Çarizmi yerli feodallara qarşı yeridiyi siyasətin iflasa uğraması, bəli. 40-cı islahat iflasa uğramış, çünki bütün bəyləri işdən kənarlaşdırmışdı ona görə. İrəvan qəzasının Gürcüstan İmeretiya quberniyasının tərkibində olması ilə 1840 o da olacaq. Sahibkar kəndisinin say baxımından dövlət kəndisinin olması düzdür. Rus hakim dairələrinin hərbi idarəetmə sistemi dəyişməsi düzdür. Qafqaz canişin hüquqlarının Qafqazın baş hakiminə məhdud olması. Baş hakim ləğv sonra canişin yaradılır. Yəni 44-də baş hakim gedir, sonra canişin. Yəni ikisi eyni anda mövcud olmuyor. Buna görə Y olacaq. 1847-ci kəndli əsasnaməsindən fərqli olaraq 70-ci il kəndli islahatı. 47-dən fərqli olsun, 70-ci il kəndli islahatı olsun. Dövlət kəndlilərinin də köçmək hüququ bərpa edilir. Dövlət kəndlilərinin də, yəni bu islahatların hər biri sahibkar kəndisinə aiddir. A səhvdir. Sahibkar kəndisinin vergi və mükəlləfiyyət məsələsinə aiddir. Bu fərqsizdir. Bu hər ikisi üçün oxşar cəhətdir. Sahibkar kəndisinin torpaqdan istifadəsini qanuniləşdirdi. Elə bunu götürə bilərik. Yəni daimi istifadə hüququ almışdı C variantı. Şimali Azərbaycanda komendant idarə üsulu dövrünə aid uyğunluq gözlənilmir. Təxmin deyir ki, 1840-a qədər aid olmayan.
Kapitalist tiplik müəssisələrin meydana gəlməsi 27 götürə bilərik. Yerli ali təbəqənin inzibati idarələrdə kənd idarəçiliyində vəzifə tutması, bəli, naib və ya kəndxuda ola bilərdilər. Müxtəlif sənaye sahələrində iltisam sistemi mövcud olması, bəli, ali silk daxilində bəy və ağaların aparıcı yer tutması, ali silk daxilində bəy və ağaların aparıcı yer tutması düzdür. Ali müsəlman silkinin torpaq hüquqlarının tanınması 1846-dır. Onda da komendantlıq yox idi. 15Y variantı. 16. 19-cu əsrin 50-60-cı illərində Rusiyada neftə olan tələbatın Bakı nefti hesabına ödənilməməsinin səbəblərindəndir. Bakı neftinin daha keyfiyyətsiz, xeyli yol yox idi. Baxaq görək. Rusiyanın daxili quberniyaları ilə Azərbaycan arasında geniş nəqliyyat yollanmaması ilə bu olacaq. Yol yox idi, yapara bilmirdilər. Ona görə ABŞ-dan gətirirdi Rusiya. Azərbaycanda xanlıqlar dövrü ilə komendant idarəçilik dövrünün ümumi cəhdlərindən deyil, əhalidən eyni adlı vergilərin yığılması, mal cəhət götürə bilərik, düzdür. Bakı ərazisində neft quyularının iltisama verilməsi götürə bilərik. Daxili gömrük rüsumlarının mövcud olması, bəli, hər iki dövrdə mövcud olub. Komendantlıq dövründə də olub, 36 ləğv olmuşdu. Ona görə oxşar götürə bilərik. Şəriət məhkəmələrinin nikah və vərəsəlik məsələsinin baxması götürə bilərik. Tiyulun mülk torpaqları kateqoriyasına verilməsi, bu da 46. Artıq komendantlıq yox idi, Y variantı. 19-cu əsrin 90-cı illərində Bakıdan fərqli olaraq Bakıdan fərqli olsun, Şəkidə olsun. Fəaliyyət tətilləri baş verdi. Elə Bakıda da var idi. Rus sənayeçilərə aid müəssisələr fəaliyyət göstərdi, hər ikisində var. Tütün fabrikləri mövcud idi, Bakıdadır, hər ikisində, Şəkidə də var eyni zamanda. Dərbənd quberniyası, 92 Dərbənd quberniyası yox idi. Məhdud səlahiyyətli şəhər özünün idarəsi yaradılmışdı, bəli. 78-də Bakıda, 90-cı illərdə isə Şəkidə. 18 olacaq, Y variantı. Müasir xəritə üzərində işarələnmiş ərazilərin 19-cu əsrin 70-80-ci illər tarixinin ümumi cəhətini müəyyən edin. 70-80-ci illər. Deməli, bu ərazi Şamaxı, bu ərazi Şəki. Dəmir yollarından kənarda qalması, biri götürə bilərik. Ticarət əhəmiyyətinin bir qədər azalması, elə bunu da götürəcək. Dəmir yollardan kənarda qalır deyə yollar əhəmiyyətini itirib müəyyən qədər 1-2. Metallurgiya müəssisələri Gədəbəydə olmaz. Toxuculuq fabrikinin açılması Şirvana götürə bilmərik. Məhdud səlahiyyətli şəhər özü idarəsinin fəaliyyət göstərməsi. Məhdud səlahiyyətli şəhər özü idarəsinin fəaliyyət göstərməsi. 70-80-ci illərdə axı məhdud səlahiyyətli burada deməli 1-2-ni aldıq. 3-dən 4 səhvdir. 3 çıxartsaq, 4-ü çıxartsaq. Burada cavab 1-2-5 çıxır. Məhdud səlahiyyətli şəhər özü idarəsi islahatları 90-da keçirilib. Bizə 70-80 istəyir amma. Çünki bu Şəkidə, Şirvanda məhdud 90-cı ildə keçirilmişdi. Amma burada 7 variantı çıxır. Başqa variant çıxmır deyə. Siemens və Nobel qardaşlarının Azərbaycanda həyata keçirdiyi fəaliyyətin ortaq cəhətlərinə aid doğru fikirləri müəyyən edin. 19-cu əsrin 60-70-ci illərində yerli xammalı əsaslanan müəssisələrin açılması götürə bilərik. Bəli, yerli xammalımız ilə onlara müəssisə açırdı. Neft sənayesində böyük kapital, xeyr. Siemens qardaşları neftə qoymamışdı. Metallurgiya sahəsində kapital qoymuşdu. ABŞ Standard Oil şirkəti bu ancaq Nobelə aiddir, Siemens aid deyil. İlk şirkətlərinin Yelizavetpol quberniyası ərazisində başlaması. Məsəl üçün, Siemens qardaşları 1865, onda Yelizavetpol quberniyası heç yox idi. Yəni, quberniya yarab 68-ci il. Ona görə 4-də götürə bilmərik. Müəssisələr arasında dəmir yollarının istifadə edilməsi, bəli, olacaq. 20-yə Y variant. Çünki Gədəbəydə bu Siemens qardaşları arasında belə yollar çəkmişdi Siemens qardaşları. Bir də Bakıda da Nobel qardaşları çəkdirmişdi dəmir yolları. Şimali Azərbaycanda komendant idarə üsulu dövründə yerli sahibkarlar və din xadimlərinin çarizmin etdiyi güzəştlərə aiddir. Yerli sahibkarlar, din xadimlərinə edilən güzəştlər. Din xadimlərinə aid yeni vəzifələr, bəli, 1829-cu ildə Şeyxülislam müftü vəzifəsi. Sahibkarlardan müsadə edilmiş torpaqların müəyyən hissəsinin geri qaytarılması. Bəli, komendantlıq dövründə 30-cu ilə fərman verdi, müəyyən hissəsini geri qaytarmışdı. Müsəlman məktəblərinin təhsil. Müsəlman 49-da komendantlıq yox idi, olmaz. İnzibati idarəçilik və məhkəmələrdə fəaliyyət göstərmələri. Götürə bilər şərait məhkəmələrində din xadimləri var idi. Torpaq üzərində rəsmi olaraq hüquqlar 46-dır bu. Bunda da komendantlıq yox idi. 1-2-4. Şəki, Gədəbəy, Bakı. 19 əsrin 70-ci illərində fəhlə tətilləri 4-ə A.
Əlvan metallurgiya sahəsində ilk müəssisə Gədəbəy. 2-yə B. Yerli xam mala əsaslanan ilk tütünçülük fabriki. İlk tütün fabriki Şəkidədir. Ən böyüyü Bakıda. İrəvan quberniyasının tərkibinə daxil edilməsi. İrəvan quberniyasının tərkibinə daxil edilməsi. Burada şəklini götürə bilmərik. Gədəbəy İrəvan tərkibində deyildi. Gədəbəy Tiflis quberniyasının tərkibindədir. Bakıdakı məsələ İrəvan quberniyasının yanında deyildi. Mütəşəkkil tətillərin keçirməyə başlaması 95 Bakı. Deməli 1-ə C, 2-yə B, 3-ə Y, 4-ə A. Şimali Azərbaycanın 19-cu əsrin 30 və 40-cı illər tarixinin ümumi cəhətlərini müəyyən edin. 19-cu əsrin 30 və 40-cı illər tarixinin ümumi cəhətlərini. Ali təbəqənin baş verən üsyanlarda iştirak etməsi həm 30-da var idi, həm də 40-cı illərdə. 30-da Cəlbala, Kənnəvin, Quba, Şəki, Lənkəran, 40-cı illərdə də islahat keçiriləndən sonraki kəndlərimiz bu Qazax, Şəmşədir, Borçalı bəylərinin, Xəzər vilayətinin ağalarının torpaqları müsadirə olundu. Ondan sonra onlar üsyanlar eləmişdi. Ona görə biri götürə bilər həm 30-a, həm də 40-a. Şəhid məhkəmələr mövcud olması bəli. Yerli feodalların tiyul torpaqları üzərində irsi mülkiyyət hüquqlarının olması bu 46-da, 30-da yox deyə götürə bilmərik. Ümumrusiya inzibati ərazi bölgüsünün mövcud olması 30-da yoxdur, ancaq 40-da götürə bilmərik. Əyalət məhkəmələrində yalnız rus dilindən istifadə edilməsi bunu götürə bilərik. 30-cu illərdə var idi. 1, 2, 5. 1, 2, 5. Şimali Azərbaycana aid xronoloji ardıcılığı müəyyən edin. Vilayət məhkəmələrinin yaradılması quberniya, vilayət qəza 1840, çarizmin feodallara tiyul torpaqlarının yalnız öz silkinə satmaq hüququnu verməsi 46, Balaxanı kəndlərinin icbari əmələ ləğv edilməsi 64, yerdə sahibkarlar tərəfindən ilk dəfə neft emal edən zavodu inşa edilməsi, yerli sahibkarlar tərəfindən ilk dəfə neft emal edən 1863 Cavad Məlikov. Deməli, 1, 4, 1, 4, yox. 1, 2, 4, 3. İrəvan quberniyası, Şamaxı quberniyası. İpəkçilik sahəsində ilk kapitalist müəssisəsi açılıb Şəkidə 1861. Əslində Şəki düşür Şamaxı quberniyasının tərkibinə. Amma quberniya 59-da ləğv olub deyə A-nı götürə bilmərik. Şamaxı quberniyası mövcud olub 46-59, ona görə A-nı götürə bilmərik. İlk pambıq təmizləmə zavodunun meydana gəlməsi. İlk pambıq təmizləmə Naxçıvandadır. Naxçıvan düşür İrəvan quberniyasının tərkibinə 1-ə B. Bakıda ilk toxuculuq fabriki 1900. Əslində Bakı düşür Şamaxı quberniyasının tərkibinə, amma toxuculuq fabriki 1900-dür. 1900-də Şamaxı quberniyası çoxdan ləğv olmuş. Ona görə C-ni də götürə bilmərik. Dünyada ilk neft quyusu 1848-ci ildə. Bu da düşür Şamaxı quberniyasının tərkibinə. Yəni Bakıda düşür Şamaxı quberniyasının tərkibinə, 48 düşür Şamaxı quberniyasının tərkibinə. Tiyul torpaqların müsadirəsinə qarşı üsyanların baş verməsi 1841. Bunda da hələ heç quberniyalar yaranmamışdı. Yəni İrəvanla Şamaxı yox idi ümumiyyətlə. Deməli 1 olacaq B, 2 olacaq D.